Usikum və nəfsi bitəqvallah. Həm sizə, həm özümə təqvalı olmağı, gizlin və aşkar Allahdan çəkinməyi tövsiyə edirəm. Cüməmizin ilk xütbəsində Qur'an-ı Kərimdə təriflənmiş, Allahın sevdiyini elan etmiş bir dəstədən danışmaq istəyirəm. Halbuki bu dəstə haqqında çox söz demək olar. Qısa şəkildə çalışacağım, hara qədər gücüm çatır. Quranın tərif elədiyi bu dəstəni tanıtdıraq. Çünki Qur'an-ı Kərimdə Allahın sevdiyini bizə bildirdiyi bəzi dəstələr var. Onların içində bu dəstə xüsusi önəmlidir. Uca Allah Qur'an-ı Kərimdə bir neçə dəstəni sevdiyini bizə bildirir. O dəstələrdən də biri bulardır. Qur'an-ı Kərim Bəqərə surəsi 195-ci ayədə Uca Allah buyurur: Və əhsinu. Və əhsinu, yəni yaxşılıq eləyin, gözəl iş görün. Yaxşılıq eləyin, gözəl iş görün. Bu cür tərcümə oluna bilər. Davamında isə buyurur ki: İnnəllaha yuhibbul muhsinin. Allah yaxşılıq eləyənləri sevər. Muhsin insanları sevər. Allahın Qur'an-ı Kərimdə təqdir elədiyi, sevdiyini bizə bildirdiyi həmin dəstə insanlardan biri məhz xeyirxah insanlardır. Xeyir sevər insanlardır. Yaxşılıq eləyən insanlardır. Kimdir bu muhsinlər? Necə olur insan muhsin olur? Biz ümumi danışa bilərik. Yaxşı adam. Yaxşı, kimdir bu yaxşı adam? Yaxşı adamı ümumi desək, ən pis adam da özünə yaxşı adam deyə bilər. Rahat deyər ki, məndə də məsələn 6 il bundan qabaq dilənçiyə 10 qəpik pul vermişəm. Amma mən yaxşı adamam. Yəni o 10 qəpiyi də özünün yaxşı adam olmasına fırladıb dolayı yolla ya birbaşa yolla aid eləyə bilər. Deyər ki, mən yaxşı adamam. Ona görə də biz baxmalıyıq, Qur'an-ı Kərim necə tanıtdırır bu muhsinləri. Nə qədər özümüzə aid eləyə bilərik o muhsin dəstəsinə. Biz özümüz nə qədər oxşayırıq o muhsinlərə. Ali İmran surəsi 134-cü ayədə muhsin ifadəsinin, yaxşı adam ifadəsini, xeyirxah insanı Allah bizə açıqlayır. İndi görəcəksiniz ki, sadə deyil yaxşı insan məsələsi. Çətindir, çətin olduğu qədər də şərəflidir. Çətin insan. Bir şey ki, çətindir onu eləmək, ona görə Allah onu sevir. Yoxsa elə sadə olaydı, belə rahat olaydı, onda hamı eləyərdi də bunu. Allahın sevdiyi adamlar çox çətinliklə yaxşı adam ola bilənlərdirlər. Elə rahat deyil, yaxşı adam oldum, Allah da məni sevdi. Mən çətinləşdirmirəm, mən də qorxuzmuram. Sadəcə demək istəyirəm ki, istəsək də, istəməsək də çətindir. İzah eləyəcəm, oxuyacam sizə ayəni, özü görəcəksiniz ki, doğrudan da çətindir. Uca Allah buyurur: Əl-ləzīnə yunfiqūnə fis-sərrai vəd-dərra. Buyurur, onlar bolluq vaxtında da, qıtlıq vaxtında da infaq eləyərlər, ehsan eləyərlər, Allah yolunda xərcləyərlər. Pulları az olanda da xərcləyirlər, çox olanda da xərcləyirlər. Davamında bu bizdə xüsusiyyətləri. İkinci, ən çətini elə budur bəlkə də. Vəl-kəziminəl-ğayz. Qəzəblərin boğarlar. İmam Kazım əleyhissalamın ləqəbi bu ayədən götürülüb. Kəzim, yəni qəzəbin boğan. Vəl-kəziminəl-ğayz. Öz qeyzlərin, qəzəblərin boğarlar, idarə eləyərlər. Davamında buyurur: vəl-afinə anin-nas. Və insanları bağışlayarlar, əfv eləyərlər. Daha çox bağışlamaq yolunu tutarlar. Davamında Allah buyurur ki: vallahu yuhibbul muhsinin. Və həqiqətən də Allah, daha doğrusu və Allah da muhsinləri sevir. Ayədən bizə məlum olur ki, yaxşılıq eləyənlər o kəslərdir ki, fədakardılar. Gücləri nəyə çatırsa eləyəcəklər. Gözləməyəcəklər, imkanım olsun eləyim. Bugün buna çatır imkanım. 2 manatı var, birini verəcək. Sabah 100 manatı var, yenə də pul xərcləyəcək. Yəni azdan az verəcək, çoxdan çox verəcək. Fədakar adamlardılar bir. İkinci, qəzəblərin boğub insanları bağışlayırlar.
Bu da onların xüsusiyyətidir. Yəni, yaxşı adam baba adam, cəmaatı bağışlayır, kin saxlamağa meyilli deyil, insanları əzməyə meyilli deyil və bağışlamağa meyillidir. Deməli, Quran-ı Kərimin təbirində desək, yaxşı adamlar, muhsinlər bunlardır və yaxşı adam olmaq məsələsi də heç də elə belə sadə deyil, rahat deyil. Xeyirxahlıq o deyil, cibivin qəpiyini dilənçiyə verib özünü Hacı Zeynalabdin Tağıyev hesab eləyəsən. Xeyirxah insan, yəni muhsin insan təkcə yaxşılıq eləmir, həm də yaxşılığı necə elədiyinə diqqət eləyir. Kimə elədiyinə diqqət eləyir, yaxşılığının keyfiyyətinə diqqət eləyir. Muhsin yəni ürəyində heç kimə ziyan verməyi düşünməyən adam. Adam arzulamır da, heç kimə ziyan verməyi arzulamır, bu barədə düşünmür. İslam düşmənləri, haqq düşmənləri istisna, ümumi insanlıq ki var, günahkar olsalar da belə, nə olsalar da belə ziyankarlıq eləmir, əlindən ziyan gəlmir. İmam Əli əleyhissalam döyüşə çıxırdı. Təkbətək döyüşləri olubdu ağanın düşmənləri ilə, bir neçə döyüşdə olub. Təkbətək döyüşə çıxan da heç vaxt birinci işi ağanın əlinə qılıncı götürüb, qaçıb düşmənin üstünə öldürəcəm sən olmayıb. Döyüşüb, amma döyüşməmişdən əvvəl bir gözəl iş görüb. Yaxşılıq eləyib qarşı tərəfə. Adam əlinə qılınc götürüb, İmam Əli ilə döyüşə çıxıb, kafirdir, İslam düşmənidir. Peyğəmbər səlavatıllahı öldürməyi qəsd eləyib. Buna rəğmən İmam Əli onunla birinci qəzəblə rəftar eləmir. Birinci nə eləyib? Birinci olaraq həmən insana haqqı başa salıb, ona yaxşılıq eləyib, haqqa dəvət eləyib. Yəni, izah eləyib ki, mənim sənin məqsədim səni burada öldürmək deyil. Öldürməyə qalsa düşünmədən səni öldürərdim. Amma istəyirəm ki, haqqa tərəf gələsən, qəbul eləyəsən Allahı, la ilahə illallah deyəsən, cənnətə düşəsən, yaxşı adam olasan. Görəndə ki, yox, qarşı tərəf başa düşmür, çox alçaqdır, rəzildir, axmaqdır, düşmənçilik eləyir İslamdan, onda döyüşüb onu ilə. İlk variantda İmam Əli qılınclı adama da yaxşılıq eləyib. Yaxşılıq eləmək, yaxşılıq eləyən insan var, muhsin, xeyirxah adam. Onun hər vəziyyətdə halı eyni cür olur. Çox çətin olan bu da elə. Çətin gündə də, yaxşı gündə də. Ona təşəkkür eləsələr də, eləməsələr də, onu tərif eləsələr də, ya pisləsələr də halı dəyişmir. Yaxşılıqdan əl götürmür. Yox, mən yaxşılıq eləyirəm o vaxta qədər ki, mənə tərifləyəcəksiniz. Tərifləyəməyəcəksizsə, yaxşılıq da eləməyəcəm. Kəsəcəm yaxşılığımı. Tərif eləyin, canım qurban sizə. Tərif eləməyəcəksiniz, heç üzvüzə də baxmayacam. Bu muhsin adam deyil. Bu bazar adamıdır, ticarətçidir, qarşılıq gözləyən adamdır. Buna muhsin deməzlər. Muhsin odur ki, belə şeyləri vecinə almır. Ay mənə tərif deyəcəklər, ya deməyəcəklər. Məsələn, maraqlı deyil, heç düşünmür bu barədə ki, görəsən mənə təriflədilər. Mən dünənləri filan qədər iş gördüm. Görən heç mənə kənddə bir 5 nəfər adam təriflədi. Nəyimə lazım təriflədi, ya tərifləmədi. O qədər xeyirxahlıq içi doludur ki, o gözəlliyin göstərir. İçini gözəlliyi dağıdır muhsin insanın, yaxşı adamın. İçini gözəlliyi dağıdır, tökür o gözəlliyi çölə, gözəl mənzərələr yaranır. Eyni ilə bax, Əhl-i-Beyt bu cür olub. Muhsin insanın halı cəmiyyətin halına görə dəyişmir, başayaq deyil muhsin. İmam Rıza əleyhissalamla İsa Cəludinin hadisəsini danışımsa, ağanın elə mübarək mövlud ərəfələri idi də bu həftələr. İmam Rıza əleyhissalamın pak mütəhhər ruhuna sələvat zikr edək. Allahümmə salli əla Muhammedin. Lənətullah Harun Ər-Rəşidin dövrü idi. Gəlib Harun göndərib İsa Cəludu adında bir rəzil varlığı göndərib ki, get Mədinədə, eşitmişəm ki, Mədinə Əhl-i-Beyt tərəfdarları çoxdur orada. Ged onları qarət elə, çox olsa. Ged onları qarət elə, bütün ev eşiklərində qız gəlinin nə qədər qızılı var, götür gəl. Bu da durur, gəlir Mədinəyə, bütün evləri qarət eləyir. İmam Rızanın qapısında görür ki, imam dayanıb qapıda. Əskərlər imamın əzəmətindən, vahiməsindən evə yaxın dura bilmirlər. İmam İsa Cəludiyə deyir ki, sənə bir söz deyəcəm. İcazə ver, mən özüm daxil olum evə.
Əskərlərim mənim evimə, məhrəmmə daxil olmasınlar. Özüm gedib o xanımların nə zinət əşyası var, gətirib verəcəm sənə. Amma əskərlərin evə ayaq qoymasınlar. İsa Cəludi razılaşır. İmam gedir, bütün ev xanımlarının nə zinət əşyası var, gətirir, verir. Təki, bildiniz də, yəni evinə buraxmır o məxluqları, həşəratları. Və səbəb olur ki, İsa Cəludi belə bir alçaq adam imama belə bir pislik eləyir. Onun ailəsində qarət eləyir. Yəni, heç olmasa Peyğəmbər balasını hörmət eləyərdim. Bunu da eləməyi bacarmır. Deməkdən ki, yox, sizə dəyməyəcəyi, deyir, yox, eybi yox. Ged özün gətir. Belə bir məxluq, belə bir alçaq adam. Zaman dolanır, üstündən neçə illər keçir, təqribən 10 ildən yuxarı bir vaxt keçir. İmam Rıza əleyhissalamı çağırırlar Mərvə, sürgün edirlər Mərvə. Ona vəliəhtlik, dövlətin ikinci adamı vəzifəsini verirlər, məcburən verirlər bunda o vəzifəni də imama. İndi imam vəzifədədir, həmin bu İsa Cəludi var idi ya. Bu İsa Cəludi öz dövrünün xəlifəsi olan Harunun oğlu Məmun Abdullah Əbbasi lənətullaha qarşı bir səhv iş görür. Məmun da qərara alır ki, onu cəzalandırsın, yəni öldürsün, ya həbsə attırsın. Zaman belə olur da həmişə, vaxtı ikən o köpək kimi xidmət elədiyin zalimin əli ilə elə tarix özü səni cəzalandırır. Heç kim zalıma xidmət eləməklə baş ucalığı qazanmayıb. Həmişə elə zalim özü cəzalandırıb həmin ona nökərçilik eləyəni. Deməli, İsa Cəludun gətirirlər, İsa Cəludi məclisin başında, xəlifənin yanında, İmam Rızanın oturduğun görəndə dizləri vurulur. Bilir axı ki, ona vaxt ikən pislik eləyib, deyir, vay da, indi bu kişi desə ki, xəlifəyə ki, bu mənə pislik eləyib, xəlifə dərhal öldürəcək. Elə bu vaxt görür ki, İmam Rıza əleyhissalam yaxınlaşdı xəlifənin qulağına, sakitcə nəsə dedi. Dərhal qışqırır ki, xəlifə sağ olsun, o mənim düşmənimdir, o məni istəmir və o sizə nə dedisə, onun əksini eləyin. Xəlifə də deyir ki, yaxşı, əksini eləyərəm, onda öldürün İsa Cəludini. İsa təəccüb edir, məgər o sizə deməmişdi ki, məni öldürün, əksin eləyirsinizsə gərək sağ buraxasınız, deyir, xeyr, o məndən xahiş etdi ki, səni bağışlayayım, səni öldürməyim. Sənin üçün pisdir, elə bildin, elə imam da sənin günündədir, elə bildin, imam da sənin kimidir. Yəni, insanın bax, xisləti pis olanda, xeyrxalq insanı elə bilir, o da onun kimidir. Özü, məsələn, rəzil adamdır, elə zənn eləyir ki, ümumiyyətcə, yaxşı adam yoxdur. Belə adamlar var, ümumiləşdirib deyirlər, əşi, indi yaxşı dost yoxdur. Yaxşı dost yoxdur deyən adam bilin ki, özü xain adamdır. O özü xaindir deyə elə hesab eləyir ki, hamı onun günündədir. Yaxşı, mən nə biləm, filan şey yoxdur. Özü hansı vəziyyətdədirsə, cəmaatı da elə dəyərləndirir həmişə. Yaxşılar var, görən göz lazımdır, yaxşı göz lazımdır, yaxşı qəlb lazımdır, yaxşıları duya bilsin, onların yaxşılığını görə bilsin. Bu bir hadisə idi, danışdım sizə və İmam Rıza əleyhissalamı gördünüz, qəzəbin boğdu. Ona vaxtı ikən o cür pislik eləyən insanı da bağışladı, amma o özü başa düşmədi bu rəhməti. İmam Rıza əleyhissalama qarşı belə bir ifadə işlətdi və elə cəzaya da çatdı. İmam Əli əleyhissalam necə rəftar elədi suyu onun üzünə bağlayanlarla? Qoşununun üzünə suyu bağladılar, ağa hücum elədi, suyu onların əlindən aldı. İndi dedilər, gəl biz də elə eləyək, suyu onların üzünə bağlayaq dedi. Onda biz yine onların nə fərqi var? Suyu açın qoy, gəlib su içsinlər. Düşmən qoşununa suyu bağlamadı. İmam Həsən əleyhissalam Şamdan bir kişi gəldi Mədinə şəhərinə. İmam Həsəni görən kimi ki, bildi İmam Əlinin oğludur, üzr istəyirəm dönə-dönə. Çox pis ifadələr dedi imamın üzünə. Təhqir dedi imamın üzünə. İmam Əlini təhqir elədi. İmam Həsən ağa nə cavab verdi? Qüdrəti də var idi ya, Bəni Haşim yanında idi. Qeyrətli kişilər var idi onun ətrafında. Bir işarəsi ilə onu parça-parça eləyərdilər. Amma buna rəğmən İmam Həsən ağa ona dedi ki, görürəm burada qəribsən, bizi də tanımırsan. Sənə nə qulluq eləyək? Nəyim çatışmır? Bəlkə evin yoxdur qalmağa, bəlkə suyun yoxdur içməyə, bəlkə çörəyin yoxdur yeməyə. Bu şoka düşdü, baxdı İmam Həsənə ki, necə yəni, mən sizi pislik elədim, mənə pislik eləməyəcək, dedi, biz Əhl-i Beytin əlindən pislik gəlməz. Onda yalvardı, yaxardı ağa, bağışla, sizi bizə Şamda səhv tanıtdırıblar. Biz elə bilirdik, siz qanıçan adamsınız, zalim adamsınız, Maviyə belə tanıtdırmışdı Əhl-i Beyt ailəsini.
Peyğəmbər sələvatullah onun başına kül tökürdü hər dəfə küçədən keçəndə. Çıxırdı dama, görürdü Peyğəmbər gəlir, bütün evin zibilini, külünü tökürdü Peyğəmbərin üstünə. Peyğəmbərin o mübarək əbası, paltarı batardı o külə, o zibilə. Bir gün görəndə ki, o kül tökmədi, 2 gün keçir görür kül tökmədi, maraqlanır, deyir, nə oldu o xanıma, indi yoxdur, kül tökənim yoxdur. Deyirlər, xəstələnib gəldi ona dəyməyə. Bu rəftardır. Ona suiqəst elədilər Peyğəmbər sələvatullaha. Döyüşlərin birində bir deyirlər, bilmirəm, nəsə oldu, ya sel deyirlər, axdı gəldi. Peyğəmbərlə döyüş əsnasında döyüşçülər arasında bir ayrılıq yarandı. Elə bil Peyğəmbər bir dənə kafirlə, özü güclü bir pəhləvanla təkbətək qaldı o tərəfdə. Bir yarğan açıldı. Ya nəsə də bir tarix yazır ki, bir problem yarandı. Döyüşçülər Peyğəmbərə kömək eləyə bilmirlər, təsəvvür eləyin. Gözümüzün qabağında Peyğəmbər bir kafirlə üzbəüz qalıb. Kafir də güclü bir insandır, Peyğəmbərə suiqəst eləyəcək. Elə ki, əlin qaldırdı qılıncın Peyğəmbərə tərəf ki, vursun Peyğəmbəri. Dedi ki, ey özünə Peyğəmbər deyən adam, indi səni mənim əlimdən kim qurtara bilər? Yəni, bax, dostların qalıb orada gəlib kömək eləyəmirlər sənə. Peyğəmbər dedi ki, uca Allahım. Elədir, bu zaman Cənab-ı Cəbrail müdaxilə elədi. Onu elə vurdu ki, əlindəki qılınc da düşdü yerə, özü də üzü üstə yıxıldı yerə. Bir neçə yerdə Cənab-ı Cəbrailin belə müdaxiləsi olub. Çünki orada vacib idi o müdaxilə. Peyğəmbər sələvatullah bunun qılıncını götürdü yerə. Dedi ki, indi bəs səni mənim əlimdən kim ala bilər? Dedi ki, ya Rasulallah, sənin kərəmin. Siz kərəm əhlisiniz, sizin kərəminiz. Peyğəmbər dedi ki, mən də bağışladım. Sən ki, bizi kərəm bildin, mən də bağışladım. Ondan sonra deyir, şəhadət gətirdi, İslama iman gətirdi. İmam Rıza əleyhissalam onu öldürmək üçün bir qrup yaratmışdılar. Özdə o qrup kim idi bilirsiniz? Vaxtı ikən İmam Rızanın ən yaxın dostları. İmam Rızanı öldürmək istədilər. Ki, İmam Rıza İslama xəyanət elədi. Güya, öz düşüncələrində. Gəldilər İmam Rızanı öldürmək istədilər, tutdular hamısını. Tutdular, gətirdilər. İmam Rızanın ayağının altına atıblar bunları ki, bunlar səni öldürmək istəyənlərdir. Nə sözüm var de, aparaq bunları qətl eləyək. Dedi, sözüm ondan ibarətdir ki, əllərin açın, buraxın, qoyun getsinlər. Bunlar da təəccüb elədi. Hamı baxır, deyir ki, axı bunları buraxmaq olmaz, bunlar sənə suiqəst ediblər. İmam dedi ki, buraxın. Buraxanda o biri baxdı, dedi imama, dedi, elə bir sən öldürməyəcəm, yenə gələcəm öldürməyə. Əff elədi, yenə də o dedi ki, yo, öldürəcəm səni yenə də. Xeyri yoxdur, gələcəm arxonca. Və belə adamları əff eləyirdilər, onlara suiqəst eləyənləri əff eləyirdilər. İmam Baqir əleyhissalam onu və onun ailəsini ələ salan kişiyə dua elədi. Adam onun ailəsini ələ salana, özü də anasını istehsal elədi İmam Muhammed Baqirin. Özünü istehsal elədi. Baqir də ona dedi ki, sən bəqərsən, üzr istəyirəm, dedi, sən inəksən. İmam dedi, mən inək deyiləm, bəqər deyiləm, Baqirəm. Təmkinlə cavab verir. Ondan sonra bu bir acı söz dedi, istehsal elədi imama qarşı. İmam dua elədi, dedi, əgər düz deyirsənsə, Allah anamı bağışlasın. Əgər səhv deyirsənsə, Allah səni bağışlasın. Ondan sonra bu baxır ki, hansı adamı belə sözdürsən, adamı öldürər. Bunda nə boyda səbir, təmkin. Bu qədər dost tanışın ola, sənin yolunda canın fəda eləmək istəyən insanlar ola. Buna rəğmən sən əff eləyəsən, dua eləyəsən. İmam Kazım əleyhissalamla bir nəfər düşmənçilik eləyirdi. Hər dəfə imama çox pis tohinlər deyirdi, təhdid, təhqir falan belə deyirdi. Bir gün bankrot olur, belə deyək, müflis olur. İmam eşidir ki, böyük bir bostan əkib bu, nəsə əkib bilmirəm. Müflis olub da alınmayıb, bad verməyib, yanıb tökülüb bütün bunun əkinəcəyi filan qədər ziyan edib. İmam o ziyanın neçə qatını ona göndərir. Deyir, eşitmişəm, ziyan eləmirsən. Bizim də əlimizdə bir miqdar var idi. Bu bizim sən eləyə biləcəyimiz köməkli idi. Onu təhqir eləyən insan müflis olanda imamət onun dadına çatıb. İmam Səccad əleyhissalam, onun evin söküb dağıdan bir adam var idi. Allah lənət eləsin, Mərvan. Onun evin sökmüşdü, İmam Səccadın evini dağıtmışdı. Vaxt gəldi ki, Müslim ibn Əqəbə kimi bir lənətullah hücum elədi. Mədinə şəhərinə, Məkkə şəhərinə, Yəzdin əmri ilə. Onda gəldi imamdan xahiş elədi ki, dedi, mənim ailəmi öz yanınızda saxlayarsınız. Çünki bilirəm ki, sizin evə toxuna bilməyəcəklər. Sizin evi Allah özü qoruyacaq. İmam onun ailəsini götürdü, öz evində saxladı. Özü keçdi o sökülmüş evə.
Ona düşmənçilik eləyən, evin sökən adamın ailəsini qorudu imam, namusunu qorudu imam. O biz keçmişdəki kişilərdən danışırıq, düşmənçilikləri necə mərd olub. Bəzən aparıb öz namusların belə düşmənlərinə etibar ediblər. Onlar da heç vaxt o etibara xəyanət eləməyiblər. Və bu Əhl-i Beytin təlim, tərbiyəsinin nəticəsində o kişilər yetişmişdilər. O kişilər bu Əhl-i Beytdən tərbiyə almışdılar deyə elə idilər. Və bugün biz də bu tərbiyəni məhz bu Əhl-i Beytdən almalıyıq. Peyğəmbər sallallahu yanına bir uşaq gətirdilər ad qoymaq üçün. Qulağına azan iqamı oxusun, adını çağırsın, dua eləsin onu. Çox olub belə Peyğəmbərin həyatında belə anlar. Deməli, uşağı gətirdilər Peyğəmbərin qucağına qoyanda, uşaq, indi körpədir də Peyğəmbər sallallahu paltarını batırır. İdrar eləyir Peyğəmbərin üzərinə. Səhabələr aləmi qatır bir-birinə. Ay dad, ay bidad, gör neynədir, qışqırır, o valideyn nə deyir, bu nə uşağı gətirmirsən, belə haləm deyir bir-birinə. Peyğəmbər deyir, sakit, sakit, uşağı qorxuzursuz. Uşağın dərdindədir. Deyir, uşaq qorxur, axı bunu səs küy salmışsınız, sakit olun. Peyğəmbər gözlədi, uşaq işini bitirdi. Sonra onun qulağına azan iqamı oxudu. Ona dua elədi. Verdi valideyninə, özü getdi paltarını təmizləməyə, paltarını paklamağa. İmam Əli əleyhissalam bir gün öz xidmətçisini çağırır. O dövrdə birisi də qul sistemi var idi, xidmətçilər var idi. Əhl-i Beyt də bəzən belə qulları alardı, tərbiyə eləyərdi, sonra azad eləyərdi. İmam Əlinin də bir xidmətçisi var idi evində. Çağırır onu, görür səs vermir. Çağırır, hay vermir. Bir neçə dəfə çağırandan sonra imam özü durur, gəlir. Ki, görün bunun başına nə gəlir, bu niyə səs vermir? Gəlir, görür ki, bu da gözünə döndüyüm, uzanıb bir kölgəlikdə əlin qoyub qulağın dibinə yatır. İmam əleyhissalam deyir ki, mənim səsimi eşitmirdin məgər? Bu bilir axı ki, ağanı allada bilməz. Deyir ki, ağa, yox, eşidirdim. Deyir, yaxşı, onda niyə? Cavab vermirdin. Çağırıram axı sən, işin var sənə. Deyir, ağa, valla, kölgə elə məst eləmişdi məni, yəni yorğunam, uzanmışdım, dedim əşki kim deyə gedən, imam da biraz çağıracaq, görəcək, gəlmirəm, yəqin çıxıb gedər. İmam deyir, bəs yaxşı, düşünmədin ki, səni cəzalandıraram. Baxır, deyir ki, əmin idim ki, cəzalandırmayacaqsınız. Bilirdim cəzalandırmayacaqsınız. İmam onda dedi ki, sən ki bizi belə tanımısan, mən də səni Allah yolunda azad elədim. Ged azadsan. Yəni, bu muhsin adamlar, bax bunlar, əllərindən, xeyirdən başqa heç nə gəlməyən insanlar. İndi görün, sizə Allah'an verirəm, bu cür insanlar tarixdə nə qədər yetişib? Nə qədər yetişib ki, hər tərəfindən baxanda gözəllik görsənib. Onlara hansı tərəf, döyüşdə gözəldilər, ibadətdə gözəldilər, ailədə gözəldilər, küçədə gözəldilər, dost kimi gözəldilər, qardaş kimi gözəldilər. Hardan baxsan gözəllik tökülür rəftarlarından, yaxşılıq tökülür rəftarlarından. O bizə deyəndə ki, məsəl üçün siz ərəb, Əhl-i Beyt ərəbdir, ərəbə aşiq olmusunuz, ərəbin tərəfdarısınız belə. Mən də deyirəm ki, yaxşı, mən sənlə razı. Sən get, dünyanı axtar, hardasa belə nümunələr tap, bax bu cür, məhz belə olsunlar. Məhz bu cür nümunələr tap, ən azı bunlara bərabər olsun, mən gedəcəm onların təbliğini eləyəcəm. Mən onların yolunu gedəcəm. Yaxşı, ittiham eləyirsənsə ki, bunlar ərəbdilər, bizim onlarla nə işimiz, millətçilik damarını qızışdırırsan, insanları çaşdırırsan, mən də sənə deyirəm ki, onlar ərəb filan deyirlər, onlar insandılar. Biz onları insanlığın nümunəsi kimi sevirik. Mənə heç maraqlı deyil onların milliyyəti nədir. Mənə heç maraqlı deyil onlar hansı ölkədə yaşayıb. Mənə maraqlıdır onların şəxsiyyəti, insanlığı, onların dəyəri, qəlbi, ürəyi, əməlləri. Mən onların əməllərini sevmişəm, varlığını sevmişəm, şəxsiyyətini sevmişəm. Mən deyəndə Sinamuzun adından danışıram. Ona görə də biz Əhl-i Beyti çox istəyirik ki, bunları çox istəməyib neynəyəsən. Əlimizdə deyil, bu belə adamları sevməyəsən. Hələ mən sizə dəryadan bir damcı danışdım, xeyirxah insan nümunəsində. Ona görə də yekun olaraq bildirim ki, xeyirxah insan o kəsdir ki, insanlara xeyir və fayda verməkdən başqa bir şey düşünmür. Əli əleyhissalama sual verəndə ki, Ya Əmirəl-Müminin, Allahın nəzərində ən üstün müsəlman kimdir? Müsəlman kimliyin bizə tanıtdır ki, Allah onu hamıdan üstün bilir. Ağa buyurdu ki, Allah nəzərində müsəlmanın üstünlüyü ondadır ki, hamı ondan xeyirdən başqa bir şey gözləməsin və hamı onun ziyanından özün arxayın hiss eləsin.
Yəni düşünsün ki, bu adam mənə xeyirdən başqa bir şey verməyəcək və bu mənə ziyan toxundurmayacaq. Bax deyir, Allahın nəzərindəki müsəlman bu adamdır. Və Qurani-Kərim də ki, muhsinləri bizə necə tanıtdırdı, oxudum sizə. Qismət olar, gələcək günlərdə bu barədə yenə də ətraflı şəkildə maraqlı məqamlara toxunaraq danışarıq inşallah. Allah bizi həqiqi, muhsin insan olanlardan qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser. Fesalli li rabbike venhar. İnna şaniyeke huvel